Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz The Direct and Indirect Speech, vasitəsiz və vasitəli nitq. İngilis dilində nitq vasitəsiz və vasitəli olmaqla iki yerə bölünür. Vasitəsiz nitq. Müəllifin sözləri heç bir dəyişiklik edilmədən olduğu kimi verilir. Vasitəli nitq. Müəllifin sözləri dəyişdirilərək verilir. Bizim bu mövzumuzun da məqsədi müəllifin sözlərini necə dəyişdirilərək verilir, yəni vasitəsiz nitq, vasitəli nitqə necə çevrilir? Ən birinci, gəlin nəqli cümlələrin vasitəli nitqə çevrilməsi haqqında danışaq. Birinci addım. To say feilindən sonra tamamlıq gələrsə, o tell feili ilə əvəz olunur. Tamamlıq gəlməzsə, say olaraq qalır. Bu nə deməkdir? Gəlin biz bunları cümlələr üzərində baxaq. Məsələn, she says, o deyir, I want to buy a car. Mən maşın almaq istəyirəm. Necə verilib cümləmiz? She says, virgül, dırnaq açılır və müəllifin sözləri heç bir dəyişiklik edilmədən dırnaq içində verilib. I want to buy a car. Mən maşın almaq istəyirəm. Diqqət edək ki, she says, say feilindən sonra heç bir tamamlıq yoxdur. Ona görə də say feili elə vasitəli nitqədə necə var, elə də qalır. Məsələn, she says that she wants to buy a car. O deyir ki, o maşın almaq istəyir. Niyə that virgül arası, bağışlayın, mötərz arası verilib? Çünki that cümlədə işlənə də bilər, işlənməyə də bilər. Bu mühüm deyil. She says to me, I want to buy a car. Diqqət edək ki, burada say feilindən sonra tamamlıq gəlib. To me, mənə, o mənə deyir. I want to buy a car. Mən maşın almaq istəyirəm. Əgər biz artıq cümlədə say feilindən sonra tamamlıq görürüksə, vasitəli nitqdə say feilini tell feili ilə əvəz etmək lazımdır. She tells me that she wants to buy a car. O mənə deyir ki, o maşın almaq istəyir. Və diqqət edin, tell feilindən sonra to sözünü tamamlığın qarşısında işlənmir. Qətiyyən, say feilindən sonra tamamlığın qarşısında to sözün işlənir. Tell feilindən sonra isə tamamlığın qarşısında to sözünü işlənmir. İkinci addım, dırnaqlar, virgül və iki nöqtə atılır. Əgər biz vasitəsiz nitqi vasitəli nitqə çeviririksə, məlum məsələdir ki, dırnaqlar, virgül və iki nöqtə atılmalıdır. Üçüncü addım, cümlələr zət bağlayıcısı ilə bağlanır. Amma diqqət edək ki, zət olmaya da bilər. Dördüncü addım, əvəzliklər. Şəxs əvəzlikləri, yerlik əvəzlikləri, qayıdış əvəzlikləri, zərfliklər, yer zərfi, zaman zərfi müvafiq olaraq dəyişdirilir. Müvafiq olaraq dəyişdirilir dedikdə, mən bunların hamısının necə dəyişməsinin izahını aşağıda verəcəm. Beşinci addım. Burada diqqətli olmalıyıq. Əgər bizim baş cümləmiz keçmiş zamanda olarsa, budaq cümlənin zamanı da müvafiq olaraq keçmiş zamana dəyişir. Bu mütləqdir. Baş cümlə indiki və ya gələcək zamanda olarsa, budaq cümlənin zamanı dəyişməz qalır. Bu, nəqli cümlələrin vasitəli nitqə çevrilməsidir. Ümumi sual cümlələrin vasitəli nitqə çevrilməsi. Ümumi sual cümlələri, yəni bizim bu cümlələrimizdə heç bir sual əvəzliklərimiz yoxdur. Yes, no question ümumi sual cümlələrdir. Hansılar ki, köməkçi feili ilə başlayır və yaxud modal feili ilə başlayır. Gəlin görək, ümumi sual cümlələrinin vasitəli nitqə necə çevirmək lazımdır. Birinci addım. To say feili, to ask, to wonder, to want to know ilə əvəz olunur. İkinci addım, bəli, mütləq şəkildə dırnaqlar, virgül və iki nöqtə atılır. Üçüncü addım, cümlələr if və whether bağlayıcısı ilə bağlanır. Yadda saxlayaq ki, ümumi sual cümlələrinin vasitəli nitqə çevrilməsi vaxtı if və whether ilə cümlələr bağlanır. Ümumi sual cümlələrdən söhbət gedir. Dördüncü addım, əvəzliklər, şəxs, yerlik, qayıdış və zərfliklər yer, zaman müvafiq olaraq dəyişdirilir. Müvafiq olaraq dəyişdirilir dedikdə bir daha
Burada mən sizə demək istəyirəm ki, narahat olmayın. İndi biz aşağıda necə müvafiq olaraq dəyişdirilir haqqında tam bir məlumat alacağıq. 5-ci addım. Baş cümlə keçmiş zamanda olarsa, budaq cümlənin zamanı da müvafiq olaraq keçmiş zamana dəyişir. Baş cümlə indiki və ya gələcək zamanda olarsa, budaq cümlənin zamanı dəyişməz qalır. Yadda saxlayaq ki, baş cümlə keçmiş zamanda olarsa, budaq cümlənin zamanı müvafiq keçmiş zamana dəyişir. O nə deməkdir müvafiq keçmiş zamanı? İndi biz onun da izahını aşağıda görəcəyik. Diqqət edək ki, mütləq şəkildə if və wizard bağlayıcılarından sonra söz sırası sual deyil, nəqli formada olmalıdır. Yəni, birbaşa mübtada, sonra xəbər gəlməlidir. Bunu biz sizinlə cümlə tamamlama mövzusunda da tam ətraflı işləmişik ki, əgər biz cümlə tamamlayırıqsa da, biz orada cümlənin tamamladığımız hissədə nəqli formada deməli, sualı seçirik. Nəqli formada olan, üzr istəyirəm, nəqli formada olan cümləni seçirik. Nə deməkdir nəqli formada? Yəni, orada biz köməkçi fiil mübtədadan əvvəl və yaxud da ki, əsas fiilin mübtədadan əvvəl və yaxud da ki, modal fiilin mübtədadan əvvəl durması yanlış variantdır. Bizdə olmalıdır mübtada, sonra isə xəbər. Xüsusi sual cümlələrinin vasitəli nitqə çevrilməsi birinci addım. To say fiili to ask, to wonder, to want to know ilə əvəz olunur. Bir daha ikinci addımda dırnaqlar, vergül və 2 nöqtə atılır. Üçüncü addımda cümlələr verilmiş sual sözləri ilə bağlanır. Bu nə deməkdir? Bu o deməkdir ki, biz bilirik ki, xüsusi sual cümlələrimizdə mütləq şəkildə xüsusi sual əvəzliklərimiz olur. What, who, why, where, which, how. Deməli, biz sual cümlələrinin vasitəli nitqə çevrilməsi zamanı həmin cümləmizdə verilən sual sözlərini də vasitəli nitqdə çevrilən zaman həmin o sual sözlərini mütləq şəkildə işlətməliyik. Bizim cümlələrimiz həmin sual əvəzlikləri ilə bağlanır. Və yadda saxlayaq ki, əgər bu xüsusi sual cümləsidirsə, biz artıq orada if və vizadan istifadə etmirik. If və yaxud wizard ümumi sual cümlələrinin vasitəli nitqə çevrilməsi zamanı işlənir. Dördüncü addım, əvəzliklər, şəxs, yerlik, qayıdış, sərfliklər, yer, zaman müvafiq olaraq mütləq şəkildə dəyişdirilir. Beşinci addım, baş cümlə keçmiş zamanda olarsa, budaq cümlənin zamanı da müvafiq olaraq keçmiş zamana dəyişir. Baş cümlə indiki və ya gələcək zamanda olarsa, budaq cümlənin zamanı dəyişməz qalır. Diqqət edək. Would, how sual sözlərindən sonra söz sırası sual deyil, nəqli formada olmalıdır. Yəni, birbaşa mübtada, sonra xəbər gəlməlidir. Bəli, biz tamamladığımız cümlədə əvvəlcədən hər hansı bir sual əvəzliyi verilmişdirsə də, o sual əvəzliyi ilə cümlələri bir-birinə bağlayırıq. Amma bu artıq sual cümləsi olması demək deyil. Burada bizim sual kimi baş cümləmiz çıxış edir. Tamamladığımız hissə isə nəqli formada olmalıdır. Yəni, mübtada, sonra isə xəbər. Köməkçi fiillərin, modal fiillərin mübtadadan əvvələ keçməsi yanlış variantdır. Əmr cümlələrinin vasitəli nitqə çevrilməsi. Birinci addım, to say fiili, to ask, to tell, to command, to order ilə əvəz olunur. İkinci addım, dırnaqlar, virgül və 2 nöqtə atılır. Üçüncü addım, budaq cümlədəki fiil, yəni dırnaqların arasında verilən fiil, to məstər hissəcə ilə verilir. Müəllifin nitqi inkarda əgər olarsa, yəni don't olarsa da əmr cümləmizdə vasitəli nitqə not to şəklində çevrilir. Dördüncü addım, bir daha əvəzliklər, şəxs, yerlik, qayıdış, sərfliklər, yer və yaxud zaman zərflikləri müvafiq olaraq dəyişdirilir. Və burada da 5-ci addım, baş cümlə keçmiş zamanda olarsa, budaq cümlənin zamanı da müvafiq olaraq keçmiş zamana dəyişir.
Baş cümlə indiki zamanda olarsa, budaq cümlənin zamanı dəyişməz olaraq qalır. Gəlin indi isə sizinlə zaman və yer zərflərinin və yaxud işarə və işarə əvəzliklərinin dəyişməsinə diqqət edək. Çox mühümdür, çox lazımdır. Çünki əgər biz vasitəsiz nitqimizi vasitəli nitqə çevirərkən zaman və yer zərflərini və yaxud işarə əvəzliklərini dəyişməz olaraq saxlayarıqsa, bizim bu variantımız yanlış hesab olunar. Əgər bizim vasitəsiz nitqimizdə today bugün varsa, artıq vasitəli nitqdə that day o gün sözünə çevrilməlidir. Tomorrow sabah çevrilmə zamanı olur the next day, the following day növbəti gün. Yesterday dünən çevrilmə zamanı the day before, the previous day bir gün əvvəl. Next week, next month, next year çevrilmə zamanı olmalıdır cümlədə. The following week, the following month, the following year. Last week, last month, last year çevrilmə zamanı olmalıdır. The previous week, the previous month və yaxud the week before, the month before. Now, indi olmalıdır then, onda. Ago, əvvəl olmalıdır before, əvvəl. Here, bura çevrilməlidir there, ora. This, bu çevrilməlidir that, o. This, bunlar çevrilmə zamanı olmalıdır those, onlar. Yadda saxlayaq ki, bu çevrilmələr mütləq şəkildə olmalıdır. Əgər biz vasitəsiz nitqə olan yer zərfini, zaman zərfini, işarə əvəzliyini necə var elə də saxlayarıqsa da çevrilmədən artıq bu variantlar yanlış hesab olunur. Çevrilməni mütləq etmək lazımdır və mütləq bunları əzbər bilmək lazımdır. Zamanların dəyişməsi. Gəlin diqqət edək. Present simple'dırsa bu çevrilir past simple'a. Bu nə deməkdir? Gəlin cümlələrlə bir-bir buna baxaq. He said, I play football. O dedi, mən futbol oynayıram. Diqqət edək ki, burada bizim baş cümləmiz keçmiş zamandadır. Əgər baş cümləmiz keçmiş zamandadırsa, deməli biz budaq cümlədə çevrilmə zamanı verilmiş cümləmizin zamanını bir pillə aşağı salmalıyıq. Baş cümləmiz keçmiş zamanda, amma vasitəsiz nitq isə play indiki zamandadır. Deməli, biz çevrilmə zamanı bizim baş cümləmizdəki xəbərimiz keçmiş zamanda olduğuna görə çevrilmə zamanı əsas cümlədəki indiki zamanda olan fiili bir pillə aşağı salıb keçmiş zamana salmalıyıq. He said that he played football. Yəni, cümlənizdə indiki sadə zamandırsa, artıq o çevrilmə zamanı keçmiş sadə zamana çevrilməlidir. Past simple çevrilərkən past perfect zamanı ilə ifadə olunur. He said, o dedi, I played football, mən futbol oynadım. Bir pillə aşağı, he said that he had played football. Cümləmizdə played past simple, çevrilmə zamanı past simple zamanı, past perfect zamanı ilə əvəz olunmalıdır. Future simple zamanı, future simple in the past zamanı ilə əvəz olunur. He said, o dedi, I will play football. Mən futbol oynayacağım. He said that he would play football. O dedi ki, o futbol oynayacaq. Cümləmizdə he said baş cümləmiz keçmiş zamanda, deməli, bizim cümləmizdəki fiilimiz də keçmiş zamanların birində olmalıdır. Sadəcə olaraq gələcək zaman olduğuna görə biz keçmiş zamanla gələcək zamanı bir yerdə işlədə bilmərik, belə uzlaşma yoxdur. Ona görə də keçmişə nəzarən gələcək, yəni future simple in the past zamanı ilə əvəz edirik. Present continuous, past continuous ilə əvəz olunur. He said, I am playing football. O dedi, mən futbol oynayıram. He said that he was playing football. O dedi ki, o futbol oynayırdı. Present perfect zamanı past perfect zamanı ilə əvəz olunur. He said, I have played football. He said that he had played football.
Past perfect zamanı isə elə past perfect zamanı formasında da qalır. He said I had played football. He said that he had played football. Diqqət edək, mütləq şəkildə diqqət edək. Bu zamanların bir pillə aşağı düşməsi yalnız o vaxt baş verir ki, bizim baş cümləmizdəki xəbərimiz keçmiş zamanda olsun. Keçmiş zamandadırsa, deməli, verilmiş əsas fiili biz bir pillə aşağı olaraq götürürük. Sadəcə olaraq past perfect zamanı, elə past perfect zamanı ilə də ifadə olunur. Aşağıdakı hallarda baş cümlənin zamanı keçmiş zamanda olsa da, budaq cümlənin zamanı dəyişməz qalır. Nə vaxt? Gəlin görək, niyə dəyişməz qalır? Budaq cümlədəki hərəkət kimsə tərəfindən qarşısı alına bilməyən təbiət hadisələrini, ümumi həqiqətləri bildirirsə, artıq biz burada baş cümləmizin zamanı keçmiş zaman olsa belə, budaq cümlənin zamanını dəyişməz olaraq saxlayırıq. Məsələn, the teacher said, müəllim dedi, the earth is round, yer kürəsi yumrudur. Bu artıq qarşı alına bilməyən bir ümumi həqiqətdir. Müəllim bunu bugün də desə, dünən də desə, sabah da desə, dəxli yoxdur. Yer kürəsi yumrudur və yumru olaraq da qalır. Biz deyə bilmərik ki, müəllim dedi ki, yer kürəsi yumru idi. Xeyr, yer kürəsi indi də yumrudur. Belə hallar olarsa da zaman dəyişməz olaraq qalır. Hətta bizim baş cümləmizin xəbəri keçmiş olsa belə. The teacher said that the earth is round. Müəllim dedi ki, yer kürəsi yumrudur. Budaq cümlədəki hərəkət dəqiq zaman zərfi ilə verilərsə, bəli, əgər bizim budaq cümləmizin hərəkəti dəqiq zaman zərfi ilə verilərsə də biz artıq burada zaman dəyişməsi etmirik. Məsələn, Aliya said, Səməd Vurğun was born in 1906. Aliya dedi ki, Səməd Vurğun 1906-cı ildə anadan olubdur. Əlbəttə ki, burada bizdə dəqiq zaman zərfi var, 1906-cı il. Heç bir zaman dəyişikliyə yol verilmir. Aliya said that Səməd Vurğun was born in 1906. Modal feillərin dəyişməsi. Diqqət edək, modal feillərin necə vasitəsiz nitqdən vasitəli nitqdə hansı dəyişikliklər əməl verir? Gəlin görək modal feillər necə dəyişir. Can modal feili dəyişir olur could, may, might, must, had to. Could var idisə baş cümləmizdə, elə budaq cümlədə də could olaraq qalır. Might olaraq qalır, should olaraq qalır, ought to olaraq qalır. Məsələn, he said I can drive a car. O dedi ki, o maşın sürə bilir. O dedi, xeyr, o dedi, mən maşın sürə bilirəm. Çevrilmə zamanı can olur could. O dedi ki, o maşın sürə bilir. He said that he could drive a car. He said, I may leave the country. Dəyişməyə diqqət edək. He said that he might leave the country. She said, I must learn Georgian. She said that she had to learn Georgian. İndi isə bu cümləyə baxaq. She said, I could play volleyball. Heç bir dəyişim olmur. She said that she could play volleyball. Heç bir dedikdə mən burada modal feili nəzərdə tuturam. She said it might rain. She said that it might rain. They said we should take the exam. They said that they should take the exam. He said you ought to wait for him. He said that I ought to wait for him. Gəlin izahlı testlərə diqqət edək. Birinci testimiz. Vika said. Vika dedi. I have waited for you for 2 hours. Mən sizi 2 saat ərzində gözlədim. Gəlin burada biz necə dəyişməyi burada diqqət edək. Vika said that she had waited for you for 2 hours. Burada bizdə şəxs əvəzliyi dəyişməlidir. Vika said that she had waited for you, yəni for me. Vika dedi ki, o məni 2 saat ərzində gözlədi. Niyə mi? Çünki Vika burada mənə deyirdi axı, I have waited for you. Mən səni 2 saat ərzində gözlədim. Səni
deməli çevrilib olub məni. Ay çevrilir olur şi. Niyə şi? Çünki Vika dedi ki, o 2 saat ərzində məni gözlədi. Gəlin C variantına diqqət edək. Vika said that she has waited for me for 2 hours. C variantında zaman dəyişməlidir. Çünki burada bizdə verilmiş cümlədə have waited present perfect və çevrilmə zamanı present perfect olmalıydı past perfect. Vika said that she had waited for me for 2 hours. D variantına diqqət edək. Vika said that I had waited for you for 2 hours. Heç bir əvəzlikləri dəyişməyiblər. Olmur axı belə. Vika dedi ki, mən 2 saat ərzində səni gözlədim. Xeyr, Vika dedi ki, o, kim o? Yəni Vika, she, məni, kimi? Məni, yəni me 2 saat ərzində gözlədi. Burada deməli, əvəzliklər dəyişməyib, düzgün variant deyil. Y variantında Vika asked that she had waited for me for 2 hours. Deməli, Y variantında isə bu sual cümləsi olmadığı üçün say fiilini biz ask ilə əvəz edə bilmərik. Düzgün variantımız B variantıdır. Vika said that she had waited for me for 2 hours. Vika dedi ki, o 2 saat ərzində məni gözlədi. Bəli, Vika said bizim zamanımız keçmiş zamanda. Deməli, budaq cümlədə zamanımızı bir pillə aşağı salıb present perfect-i past perfect ilə əvəz edirik. Əvəzliklərə diqqət edək. Vika deyirdi, yəni o məni gözləmişdi. I əvəz olunur she əvəzliyi ilə, you isə əvəz olunur me əvəzliyi ilə. Ümumi sual cümlələrinin çevrilməsi ilə tanış olaq. Kate said to me, do you know the English language? Kate mənə dedi, sən ingilis dilini bilirsən. Gəlin burada biz necə dəyişim edirik? Ümumi sual cümləsidir. Gəlin biz burada A variantını saxlayaq. A variantı doğrudur. Keçək B variantına. B variantında Kate asked me if you knew the English language. B variantında şəxs əvəzliyi dəyişməlidir. Yəni, you dəyişib olmalıdır me. Çünki məndən soruşur axı. C variantında sual cümləsi olduğu üçün said, asked ilə əvəz olunmalıdır. Axı, burada Kate sual verir. Kate məndən soruşdu, sən ingilis dilini bilirsən. Sual cümləsi olduğu üçün burada C variantında biz asked ilə əvəz etməliydik. Yəni, told nəqli cümlələrdə olur və if bağlayıcısından sonra bizdə artıq söz sırası sual deyil. Biz görürük ki, burada sual kimi did köməkçi feil mübtədadan əvvələ yazılıb. Bu yanlış variantdır, çünki bu sual cümləsi deyil. Artıq burada nəqli form olmalıdır. Yəni, birbaşa mübtada, sonra isə xəbər gəlməlidir. Did isə sual yaratdığı üçün səhvdir. D variantına diqqət edək. D variantında asked to. Asked fiilindən sonra to işlənmir. Ona görə də səhvdir. Sonra to tell və to yadda saxlayaq ki, to say fiili özündən sonraki tamamlığı to sözünüsü ilə tələb etsə də, to tell və to ask fiilləri tamamlığı to'suz qəbul edir. To ilə qəbul etmir. Y variantında isə zaman keçmişə dəyişməlidir. Kate asked me if I know the English language, burada olmalıdır. Kate asked me if I knew the English language, biz zamanı bir pillə aşağı salmalıydıq. A variantımız düzdür. Kate asked me if I knew the English language. Ümumi sual cümləsi olduğumuz üçün cümlələrimizi if ilə bağladıq. Əvəzliyimiz you, I ilə dəyişdik. Zamanımızı da bir pillə aşağı saldıq. Xüsusi sual cümləsi ilə gəlin tanış olaq. Necə xüsusi sual cümləsini çeviririk? David said, David dedi, why were you so late? Nə üçün siz bu qədər gecikdiniz? Gəlin diqqət edək. B variantı, A variantı doğru olduğu üçün A variantını saxlayıram. Gəlin B variantına diqqət edək. B variantında why
Gəlin baxaq. David asked, why had I been so late? B variantında why sual sözündən sonra bizdə nəqli formada gəlməlidir cümlə. Why I had been so late. Had-in mübtədadan əvvələ keçməsi yanlışdır. C variantında David asked why I have been so late. Burada biz keçmişə dəyişməliydi. Yəni burada have been yox, had been so late olmalıydı. D variantında David asked if I had been so late. Xeyr, bu ümumi sual cümlə deyildi ki, biz bu cümlələri if ilə bağlayaq. Biz həmin sual əvəzliyi ilə bağlamalıydıq bu iki cümləni. Yəni if yox, why olmalıydı. Y variantında David asked why I was so late. Biz görürük ki, burada bu cümlədə bizdə zaman dəyişməyiblər. Elə verilmiş cümləmizdə past simple'dır. Burada da past simple olaraq saxlayıblar. Bu yanlışdır. Çünki zamanımız bir pənlə aşağı düşməliydi. Düzgün variantımız A variantıdır. David, yəni A variantı. David asked why I had been so late. David asked why sual əvəzliyini saxlayıb iki cümləni bağlayırıq. Nəqli cümlə sırası gəlməlidir. Əvəzliyimiz you, I ilə həvəz olunur və zamanımız verb past simple, past perfect zamanına keçirilibdir. Düzgün variantımız burada A variantıdır. Mənə elə gəlir ki, çətin bir mövzu deyil. Yəni bir neçə nüansları yadda saxlamaqla biz bu cür testləri lap asanlıqla işləyə bilərik.